Salam dostlarım. Bu gün sizə bir gəncliyin necə puç olduğunu, ümidlərin necə söndüyünü danışacağam. Bu sadəcə bir hekayə deyil, ruhumda sağalmaz yaralar açan qanlı bir həqiqətdir. Yeni hekayələrimdən xəbərdar olmaq üçün kanalıma abunə olmağı və bu acı taliyə səssiz qalmamaq üçün videomu bəyənməyi unutmayın. Hər şey illər əvvəl gəncliyimin ən parlaq çağında başladı. Amma mənim gəncliyim heç vaxt parlamadı. Cəmi 16 yaşım var idi. Həm çirkin, həm axsaq, həm də pəltək idim. Tarih sanki bütün qüsurları mənə bəxş edib kənara çəkilmişdi. Kimsə mənimlə kəlmə kəsməz, kimsə məni özünə yaxın buraxmazdı. Mən sanki yaşayan bir kabus idim. Ailəm yoxsulluğun pəncəsində idi. Məktəbdə isə hər gün mənəvi işgəncə görürdüm. Sinifdə tək başına bir küncə qısılırdım. Heç vaxt yanımda oturan bir yoldaşım, dərdləşəcək bir sirdaşım olmadı. Bəzən sadəcə özümü bir anlıqda olsa, gözəl hiss etmək üçün gizlincə dodağıma bir boya çəkirdim. Amma amansız baxışlar dərhal üstümə dikilirdi. O nədir? Divar boyası çəkmisən, onsuz da əyrisən. Boyan da sənin kimi əyri-üyrüdür. Sən ara gözəllik ara, deyə qəlbimi paramparça edirdilər. Müəllimlərim belə mənə baxanda gözlərini qaçırdırdılar. Sanki baxışları ilə mənə, sən buraya aid deyilsən deyirdilər. Məcbur qalmasalar yanıma addım da atmazdılar. Artıq özümü bir insan deyil, hər kəsdən uzaq olmalı bir xəstəlik kimi görürdüm. O illəri ruhumda sağalmaz yaralarla bitirdim. Dəfələrlə bu zülmə son qoymağa, intihar etməyə düşündüm. Amma ürəyimin dərinliyində hələ də yaşamağa dair zəif bir qığılcım var idi. Dünyadan əlimə ətəyimi çəkib otağıma qapandım. Nəinki çölə çıxmaq, gün işığını görməyə belə taqətim yox idi. Pərdələri bir anlıqda olsa aralamırdım. Otağım toz torpaq içində bir tövləyə dönmüşdü. İnsanların o aşağılayıcı baxışlarından, yolunu dəyişmələrindən, məni hədəfə almalarından artıq cana doymuşdum. Anam vəziyyətimə baxıb hər gün qan ağlayırdı. Amma əlindən bir şey gəlmirdi. Bir gün qonşuların pıçıldadığını eşitdim. Bu qızı cinlər aparıb. Buna şər qüvvələr musallat olub. Aparın bir mollanın yanına, yoxsa bu qız özünü öldürəcək kimi sözlər danışırdılar. Anam çarəsiz idi. Axırda bir qonşunun məsləhəti ilə şəhərdən çox uzaq bir qəsəbədə yaşayan, adı sanı yayılmış bir mollanın yanına getməyə qərar verdik. Anam otağıma gələndə gözlərindəki o ümid dolu yaşları gördüm. Qızım, gedək bəlkə bir çarə tapılar dedi. Mən isə acı bir gülüşlə ona baxdım. Ana, sən nə danışırsan? Mənim dərdimin dərmanı duada caduda deyil. Bax, mən çirkinəm, axsağam. Danışanda sözləri ağzımda düyünlənən biriyəm. İnsanlar məni görəndə iyrənirlər. Kim məni işə götürər? Kim mənimlə bir ömür keçirər? Kişilər mənim üzümə baxmağa qorxur ana. Anam israr etdi. Qıymadım ona. Səhəri gün yollandıq o kimsəsiz xaraba məhəlləyə. Gəldiyimiz ev bir daxmanı xatırladırdı. Damındakı paslı dəmirlər, ətrafa səpələnmiş çirkli paltarlar sanki evin sahibi kimi hər şeyin tərk edildiyini pıçıldayırdı. İçəri girdik. Molla bizi qarşıladı. Amma üzündə zərrə qədər mərhəmət yox idi. Baxışlarında sanki qaranlıq bir nifrət gizlənmişdi. Anam hıçqıra-hıçqıra vəziyyətimi anlattı. Hər kəsdən qaçır, özünü otağa kilidləyib bir kəlmədə danışmır deyirdi. Mən isə sadəcə susurdum. Pərtəkliyimə görə dilimə vurduqları o ağır qıfılları heç kim görmürdü. Molla üzümə baxıb buz kimi soyuq bir səslə dedi. Sənin işin bitib, dilini kilidləyiblər. Üstəlik elə bir cadu ediblər ki, səni görən hər kəs səndən ilan görmüş kimi qaçsın. Anamın rəngi ağardı. Axı kim bu günahsız qıza qıyar deyə dedi. Mollanın cavabı isə qanımı dondurdu. Kimliyini bilmirəm, amma bu tilsim pozulmasa, cinlər tezliklə sənin nəfəsini də kəsəcək. Ya bugün bu qaranlığı dağıdacaq, ya da bu qız torpağa gedəcək. Mollanın o qorxunc sözlərindən sonra anamın canına vəlvələ düşdü. Gözləri böyümüşdü, titrəyən səslə dedi. Nə lazımdırsa edin ay molla, tək balam qurtulsun. Molla isə soyuqqanlılığını pozmadan bu iş biraz baha başa gələcək. Almalı olduğumuz bəzi şeylər var deyə cavab verdi. Anam bir saniyə belə düşünmədən dedi. Nə qədər desəniz verərik. Bircə qızımı bu dərddən qurtarın. Molla ağla sığmaz bir məbləğ istədi. Anamın gözü heç nəyi görmürdü. Yaxşı, razıyam, tək balamın canı dincəlsin dedi. Sonra molla anama dönüb qəti bir şəkildə əlavə etdi. Sən indi getməlisən. Get qızın üçün 1-2 dəst paltar gətir. Qızın tam bir həftə burada qalmalı və hər dediyimə əməl etməlidir. Evin içində elə kəskin, elə bərbad bir qoxu gəlirdi ki, adam nəinki burada yatmağa, heç oturmağa belə iyrənirdi. Daxili bir sarsıntı keçirirdim. Mən bu üfunətin içində bir həftə necə qalacağam?
Anam çarəsizliklə mənə tərəf döndü. Qızım, mən tez evə gedib əşyalarını götürüb gəlim. Qorxma, sənə heç nə olmayacaq. Hər şey düzələcək, qurtulacaqsan bu bəladan. Anamın o yazıq çarəsiz baxışlarını görəndə ürəyim parçalanırdı. Mənim üçün necə çırpındığını, necə ümidləndiyini gördükcə ona etiraz edə bilmirdim. Yazıq qadın elə bilirdi ki, bununla hər şey bitəcək. Halbuki həm kasıb, həm də çirkin idim. Bundan artıq başıma nə gələ bilərdi ki? Anam getdikdən sonra o qaranlıq evdə Molla ilə baş-başa qaldıq. Molla sanki dünyadan qopub özünə qapanmışdı. Qarşısında olan toyuq ya da xoruz ayağına bənzər bir şeyə nələrsə pıçıldayaraq oxuyur, ara bir öpüb başına qoyurdu. Birdən mənə döndü. Qorxma, indi pərdələri bağlayacağam. Nə eşidərsənsə, nə görərsənsə gör. Yerindən tərpənmə. Səsini çıxarma. Gücbələnən yaxşı dedim. Pərdələri çəkdi. İçəri cüzi bir işıq sızsa da heç yeri görmək olmurdu. Hava ağırlaşmışdı. Sanki divarlar üstümə gəlirdi. Birdən qapı tərəfdən ayaq səsləri eşitdim. Hər addım atdıqca sümüklər xırçıldayır, elə bil qırılırdı. Qəribədir ki, qorxmurdum. Sadəcə donub qalmışdım. Gələn şəxs gəlib lap yaxınında döşəkçənin üstündə oturdu. Aramızda cəmi 1 metr məsafə olardı. Molla qəfil qəhqəhə çəkib dedi. Bu qızın köməyə ehtiyacı var. Onu xilas etməliyik. Bunu yalnız sən bacararsan. Yanımdakı o naməlum varlıqdan boğuq anlaşılmaz bir səs çıxdı. Hassan Hamarat. Molla dərhal Nahim deyə cavab verdi. O qaranlıq kölgə mənə tərəf sürünürdü. Molla pıçıldayırdı. Qətiyyən qorxma. O varlıq əllərini saçlarımın arasına soxdu. Əlləri o qədər qəribə idi ki, insan əlinə qətiyyən bənzəmirdi. Quru taxta parçası kimi sərt və kələkötür idi. Ağrılar olsa da içimə qəribə bir hüzur yayılırdı. Bir neçə dəqiqə sonra başımın üstündə nələrsə mızıldanmağa başladı. Ağlasığmaz qəribə sözlər deyirdi. Ahad al-Rismana, Saftnah, Minsah, Takif, Safşadi, Satanaturit, Lahu, Satamata. Bu qorxunc kəlmələri bitirdikdən sonra əllərini çəkdi və geri-geri addımlayaraq uzaqlaşdı. Gözlərim qaranlığa artıq öyrəşmişdi. Arxamı dönəndə boyu tavana çatan, başdan ayağa qara cübbəyə bürünmüş birini gördüm. Təxmini bir saat keçmişdi ki, anam qapını döydü. Molla, anan gəldi, get aç dedi. Qalxıb qapını açdım. Anam bir çamadan paltarla qayıtmışdı. Biraz oturduqdan sonra Molla anama baxıb dedi. Qızını qurtaracağıq, gözəl bir həyatı olacaq. O qara günlər arxada qaldı. Qızım bizə əmanətdir, sən də gedə bilərsən. Anamın da qalmasını istəyirdim, amma Molla qətiyyən bildirdi ki, kimsə qalsa bədbəxtlik güc verər. Biz o adama artıq kör-körənə inanmağa başlamışdıq. Əvvəl şübhə etsəm də, artıq Mollanın hər sözü mənim üçün qanun idi. Anam gedəndə mənə tərəf dönüb dedi. Atanla danışacağam qızım. Sənin bu bəladan qurtulub evə gəlməyini səbirsizliklə gözləyirik. Bir həftə sonra mənə zəng elə, gəlib səni aparım. Anamla vidalaşdıq. O getdi. Mollanın düz dizinin dibində əyləşdim. Mənə tərəf əyilib, bax qızım, sənə deyəcəklərimi mütləq eyni qaydada elə. Yoxsa bu tilsim pozulmaz. Bir həftə bərabərik. Mən icazə vermədən bir otaqdan digərinə keçməyəcəksən. Səsimi çıxarmadım. Yaxşı, siz necə məsləhət görürsünüzsə elə olsun. Pərdələr yenə bağlı qalacaq, içəridə şam yandıracaq. Sakit ol və qorxma. İndi isə sənə verəcəyim bu yazıları oxumağa başla dedi. Bir neçə kağızın üstündə nələrsə cızmaqara etdi. Tam 2 səhifəyə yazı yazdı. Al bunu qızım dedi. Kağızda nə yazıldığını, hansı dildə olduğunu heç anlamırdım. Burada nə yazılıbsa dayanmadan oxu. Yenə etiraz etmədim. Başladım o anlaşılmaz sözləri dilimə gətirməyə. Biraz keçmişdi ki, aclığımı hiss etdim. Molla mənə tərəf baxıb dedi. Qızım, mətbəxdə pornisdə yemək var. Gətir bura bir yerdə yeyək. Mətbəxə keçəndə sanki kimsə mən gəlməzdən əvvəl boşqabları doldurmuşdu. Buxarı üstündə isti yeməklər məni gözləyirdi. Pornisi götürüb içəri gəldim. Bərabər yedik. Süfrəni yığışdıranda mənə dedi ki, mətbəxdə heç nəyə əl vurma. Dərhal geri gəl. Orada qaldığım müddətdə qəribə bir rahatlıq hiss etməyə başlamışdım. Molla mənə müxtəlif bitki qarışıqlarından düzəldib içirirdi. Dadı o qədər iyrənc idi ki, adamın ürəyi ağzına gəlirdi. Amma mən sanki hipnoz olmuşdum. Tərəddüd etmədən hamısını içirdim. Sanki buna məcbur idim. Nəhayət bir həftə keçdi. Anam gəldi. Təşvişlə Molladan nəticəni soruşdu. Molla gülümsəyərək dedi. Gözün aydın olsun. Qızın xilas oldu. Artıq azaddır. Gözəl bir həyat onu gözləyir. Hər şey yaxşı olacaq. Anam əlindəki sonuncu pulu Mollaya uzatdı. Molla əslində bu işin haqqı daha çoxdur.
Amma sizin vəziyyətinizi bildiyim üçün bu qədərini götürürəm dedi. Anam minnətdarlıqla ona təşəkkür etdi və biz oradan ayrıldıq. Qəribə bir hissim var idi. O adama və o evə qarşı içimdə bir doğmalıq yaranmışdı. Sanki evdən uzaqlaşanda ruhumun bir parçası qopub o qaranlıq daxmada qalmışdı. Evə gələndə anam sorğu-sual etməyə başladı. Yaxşısan balam, nələr oldu orada? Nə etdiniz? Mən də yaşadıqlarımı, mollanın etdiklərini bir-bir anlattım. Amma indi başa düşürəm ki, o gün əslində hər şeyin sonu deyil, qorxulu bir başlanğıcı imiş. Həmin gecə yuxumda özümü sıx meşəlik bir yerdə gördüm. Tək idim, amma artıq axsamırdım. Sanki yerimirdim. Suyun üstündəki yarpaq kimi süzülürdüm. Meşənin dərinliklərinə doğru getdikcə, uzaqda uzun boylu, çox yaraşıqlı bir adam gördüm. Yanında bir neçə nəfər var idi. Ona doğru yaxınlaşdım. O, əllərimdən tutub gözlərimin içinə baxdı. Sən çox gözəlsən, hər şey çox gözəl olacaq dedi. Sonra məni öpdü. O anın heç vaxt bitməməsini istəyirdim. Elə bir həzz, elə bir xoşbəxtlik idi ki, amma birdən kimsə məni itələdi və mən qəfil oyandım. Otaqda kimsə yox idi. Bütün bədənim tər içində idi. Axı niyə oyandım, nə gözəl yuxu idi deyə dərindən bir ah çəkdim. Gözlərim hələ qaranlığa alışmamışdı. Birdən qapının önündə birinin dizləri üstə çöküb, məni gözlədiyini gördüm. Donub qaldım, eləcə dayanmışdı, tərpənmirdi. Diqqətlə baxıb kim olduğunu anlamağa çalışırdım. Amma küçə lampasının zəif işığı bəs etmirdi. Ürəyim sinəmdən çıxacaqdı. Ehtiyatla yavaş-yavaş addımlarla qapıya yaxınlaşdım. İşığı yandıran kimi ox deyib dayandım. Heç kim yox idi. Sadəcə asılqandan düşmüş bir neçə pencək yerə yığılmış və qaranlıqda insana bənzəyən bir kütrə yaratmışdı. Öz-özümə güldüm. Ay qız, nə qədər qorxaqsan, dedim. Amma hələ bilmirdim ki, gördüklərim sadəcə xəyal deyilmiş. Tam o anda içəridən bir səs gəldi. Bu səsi tanıyırdım. Mollanın evində eşitdiyim o boğuq, sirli səs idi. İçimdə qəribə bir hiss oyandı. Getmək ya da getməmək arasında tərəddüd etsəm də, qətiyyən qorxmurdum. Əksinə o səs mənə qəribə bir huzur vermişdi. Qapını açıb səsin gəldiyi tərəfə addımladım. Açıq pəncərənin kənarında sarı bir pişik oturub mənə baxırdı. Evimiz həyət evi idi. Pəncərələrdə də raşotkalar var idi. Pişiklə bir müddət göz-gözə gəldik. Mənə elə fərqli baxırdı ki, elə bil pişik deyildi. Sanki içində başqa biri var idi. Ona tərəf bir-iki addım atan kimi miyoldayıb pəncərədən atıldı və qaranlıq boşluqda gözdən itdi. Nə qəribədir deyə pıçıldadım. Otağıma qayıdıb oturdum. Yatmaq istəsəm də gözümə yuxu getmirdi. Ağlımda həm o yuxudakı yaraşıqlı adam, həm də o sirli səs dövr edirdi. Mürgüləyərkən qəfildən qapının arasından mənə baxan bir göz gördüm. Kimsə məni izləyirdi. Bir müddət bunun xəyal olub olmadığını anlamağa çalışdım. Yenə pencək məsələsi kimi yanılmaq istəmirdim. Amma o gözün yerindən istəyib qapını açdım. Bütün otaqlara baxdım. Heç kim yox idi. Nələr olurdu belə? Təzədən yatağa girib bir təhər yuxuya getdim. Amma yuxuda belə yanımda kiminsə varlığını hiss edirdim. Sanki kimsə mənə bərk-bərk sarılmışdı. Bu hisslərlə sabaha qədər yatdım. Hər gecə bu cür səslər, qəribə hadisələr davam edirdi. Bir gün anam yanıma gəlib müjdə verdi. Qızım, biri var, səninlə evlənmək istəyir. Mən də təəccübləndim. Ana, məni kim nə eləyər axı? Anam isə israr edirdi. Oğlan çox yaxşı biridir. Bir görüş, bəlkə qismət ayağına gəlib. Nə qədər yox desəm də anam əl çəkmədi. Axırda görüşməyə razı oldum. Oğlan da elə mənim kimi idi. Çirkin deyildi, amma yaraşıqlı da sayılmazdı. Biraz sadəlöv, ağlı kəsik adam idi. Amma çox şirin dilli idi. O gün saatlarla oturub söhbət etdik. İlk dəfə idi ki, özümü bu qədər xoşbəxt hiss edirdim. Uşaq çox ürək açıq idi. Evə qaydanda anam maraqla hər şeyi soruşdu. Mən də bəyəndiyimi, çox xoşuma gəldiyini dedim. Bir neçə ay görüşdük və evlənməyə qərar verdik. Hər iki ailə razı idi. Gəlib istədilər, söz kəsildi, nişanlandıq. Toy gələn ilə planlaşdırdıq. Hazırlıqlar başladığı vaxt bir gecə mənə zəng etdi. Səsi titrəyirdi. Evdə qəribə şeylər olur. Kiminsə səsini eşidirəm, amma heç kimi görmürəm dedi. Mən də onu sakitləşdirməyə çalışdım. Qorxma, yəqin pişikdir, ya da oğrudur dedim. Getdi hər yerə baxdı, amma heç nə tapmadı. Sonrakı günlərdə vəziyyəti pisləşdi. Kiminsə onu daim izlədiyini, gecələr üstünə çöküb nəfəsini kəsdiyini deyirdi. Yazğın psixologiyası tamamilə pozulmuşdu. Ona kömək etmək istəyirdim. Axırda təklif etdim ki, bərabər həmin mollanın yanına gedək. O da razılaşdı. Mollaya hər şeyi anlatdıq.
O isə gülümsəyərək, narahat olmayın, həll edərik dedi. Yenə qəribə bir qarışıq hazırlayıb ona içirtdi. Sonra bir dua yazıb bükdü. Bunu pul qabına qoy, həmişə yanında gəzilir. Qorxacaq bir şey yoxdur dedi. Mollaya təşəkkür edib pulunu verdik və oradan ayrıldıq. Məni evə qoyub öz evinə getdi. Mesajlaşmağa davam edirdik. Bir-birimizə sevgi dolu sözlər yazırdıq. Bir neçə gün sonra hər şeyin düzəldiyini, rahatladığını dedi. Toya cəmi bir ay qalmışdı. Gecə saat 2 iradələri idi. Telefonuma bir mesaj gəldi. Mən səhər 8-də oyananda gördüm. Mesajı açdım. Cəmi 2 kəlmə yazılmışdı. El ödə. Bu nə deməkdir axı? Deyib dərhal zəng vurdum. Amma zəngimə cavab verən yox idi. Dərhal nişanlımın ailəsinə zəng vurdum. Anası dəstəyi qaldırdı. Nə olub qızım, xeyirdir səhər-səhər? Səsim titrəyə-titrəyə, ana, əlvida deyə mesaj yazıb. Bir otağına baxın, bəlkə başına nəsə iş gəlib dedim. Anası telefonu əlində saxlaya-saxlaya otağa girdi. Birdən dəhşətli bir qışqırıq qopdu. Fəryad səsi gəldi və telefon qapandı. Nə olduğunu soruşurdum, amma cavab yox idi. O an hər şeyi anladım. Gözlərimdən yaşlar sel kimi axmağa başladı. Özümü toplayıb valideynlərimi oyatdım. Atamın köhnə bir motosikleti vardı. Dərhal onlara getdik. Qapının ağzına çatanda artıq cəmaət yığışmışdı. Mənimlə eyni vaxtda polis və təcili yardım da gəldi. Ağlaya-ağlaya nə olub, deyin də nə olub, deyərək içəri girdim. Gördüyüm mənzərə dünyamı başıma yıxdı. Özünü tavandan asmışdı. Son xatırladığım onun o buz kimi bəmbəyaz olmuş çılpaq ayaqları idi. Ayaqlarına sarılıb öpdüm. Niyə etdim bunu, deyə dəfələrlə qışqırdım. Amma o artıq susmuşdu. Məni məcbur ondan ayırdılar. Cansız bədənini qara torpağa qoyub apardılar. Evin içində hər kəs fəryad edirdi. Amma o bir daha geri dönməyəcəkdi. Onu qara torpağa tapşırmaq mənim üçün ölümdən betər idi. Yenidən ağır depressiyaya düşdüm. Otağa qapanıb günlərlə çölə çıxmır, ruhan məhv olurdum. Dəfələrlə canıma qıymağa düşünsəm də, qorxu imkan vermirdi. Aradan bir il keçdi. Bir gün anamgillər qonaqlığa getmişlər. Ürəyim sərin bir şeylər istədi. Marketə getmək üçün evdən çıxdım. Hava artıq qaralmışdı. Alışverişimi edib qaydanda evin qapısında uzun boylu bir adamın dayandığını gördüm. Ona fikir vermədən sanki görmürəmmiş kimi qapının kilidini açmağa çalışdım. Birdən adımı çəkdi. Ona tərəf döndüm. Buyurun, nə istəyirdiniz? Vaxtınız varsa 2 dəqiqə danışa bilərik, dedi. Üzü çox tanış gəlirdi. Amma haradan tanıdığımı xatırlaya bilmirdim. Sanki məni sehirləmişdi. Yaxşı, dedim. Uzun zamandır məni izlədiyini, mənimlə tanış olmaq istədiyini söylədi. Əvvəl istəmirəm deyib nazı çəkilsəm də, axırda nömrəmi verdim. Bir müddət telefonla danışdıq, dərdləşdik. Sonra anama bu oğlandan bəhs etdim. Anam çağır gəlsin, tanış olaq dedi. Bir gecə bizə gəldi. Hamımız uşağa heyran qalmışdıq. Çox yaraşıqlı və mədəni idi. Atam, bax oğlum, bu işin adını qoyun. Mən belə boş-boş danışıqları xoşlamıram, dedi. O da razılaşdı. Əlbəttə, siz necə məsləhət görsəniz, elə də edərik, dedi. Mən dərhal nişah kəsilsin istədim. Toy nişan hazırlıqları ilə vaxt itirməyə taqətim yox idi. Çox yorulmuşdum. Bir neçə ay sonra hər iki ailə bir araya gəldi. Nikah gününü təyin etdilər. Amma onun ailəsində qəribə bir şey var idi. Ya da mənə elə gəlirdi. Hərəkətləri çox qəribə idi. Arabir boğazlarından qəribə anlaşılmaz səslər çıxarırdılar. Bunu yedikləri hansısa yeməyi yozurdum. Bir aydan sonra ev tutub hazırlıqları bitirdik. Nikahımız bizim evdə kəsildi. Nə qohum əqraba gəldi, nə də dost tanış. Öz aramızda sakitcə evləndik. Nikahdan sonra yeni evimizə köçdük. Bir neçə gün heç çölə çıxmadıq. Anamgillər də zəng vurub maraqlanmırdılar. 3-cü gün dözməyib özüm yığdım. Anam, yaxşıyıq qızım, şükür, sən narahat olma, dedi. Amma səsi bir qəribə gəlirdi. Elə bil təzyiq altında qalıb danışırdı. Yaxşı ana, deyib telefonu qapatdım. Yoldaşım dedi ki, artıq işə başlamalıdır. Həm də 2 növbəli çalışacaq. Səhər hava işıqlanmamış çıxıb gedir, gecənin qaranlığında qayıdırdı. Onu demək olar ki, görmürdüm. Nə kimsə bizə gəlirdi, nə də biz kiməsə gedirdik. Tam bir tənhalıq içində idik. Artıq 2 ay olmuşdu ki, evlənmişdik. Bir gün əmi oğlum zəng etdi. Hal əhval tutub biraz söhbət etdikdən sonra, bağışla, gələ bilmədik, Allah rəhmət eləsin. Eşitdiyimə görə uzun müddət şəhərdən kənarda olmusan, dedi. Donub qaldım. Allah rəhmət eləsin, amma kim ölüb ki, deyə soruşdum. Əmoğlum təəccüblə, necə yəni? Atanla anam motosikletlə gedəndə maşın vurub onları. 2 ay əvvəl rəhmətə getdilər axı, dedi. Dünya başıma fırlandı.
Nə danışırsan sən? Zarafat eləmirsən ki? Mənim evləndiyimdən xəbərim var, deyə qışqırdım. Əmioğlum isə daha da qəribə danışmağa başladı. Yox, xəbərim yoxdur, amma aylardır evə dəymədiyini, sənə zəng edənlərə də söyüb təhqir edib telefonu qapatdığını hamı bilir. Nələr baş verdiyini anlamağa çalışırdım. Valideynlərim ölüb və mən insanlara zəngdə söyüş söyürəm, ağlımı itirirdim. Heç nə demədən telefonu söndürdüm. Qaçıb çöl qapısına tərəf cumdum. Amma qapı açılmırdı. Nə qədər çalışsam da kilidli idi. Keçib otaqda oturdum. Əllərim əsirdi. Pəncərədən çölə baxanda dəhşətə gəldim. Ev sıx bir meşəliyin ortasında idi. Halbuki mən aylardır şəhərdə yaşadığımızı sanırdım. Öz-özümə yoldaşım gəlsin, hər şeyi soruşacağam dedim. Amma sonra düşündüm ki, bəlkə mənə gizlicə dərman verirlər. Ağlım yerində deyil. Yaxşısı budur hələlik heç nə bildirməyim. Saatlar keçdi, hava qaraldı. Qapı açıldı. Evdə bir dənə də olsun işıq yanmırdı. İçəri uzun boylu, qəribə yerişi olan bir qaraltı girdi. Boğuq, insan səsinə bənzəməyən bir tonla "Necəsən eşqim, yaxşısan?" dedi. Bu səsi tanıyırdım. Otaqdakı o məlum səs idi. Bir təhər yaxşıyam, sən necəsən, işin necə keçdi dedim. O da yaxşı keçdi, gəl yemək yeyək dedi. Əlində bir dovşan leşi var idi. Onu yerə atıb heyvan kimi parçalayıb yeməyə başladı. Əli ilə mənə də gəl işarəsi etdi. Yanına çöktüm. Zorla bir parça ət qopardım. Qanın əllərimdən axması ürəyimi bulandırırdı. O çiy ət parçasını ağzıma qoyanda qusmamaq üçün özümü gözəl saxladım. Çöldən süzülən zəif işıq onun üzünü görməyimə imkan verdi. Başında 2 dənə kiçik buynuzu, burnundan da böyük qəribə bir sifəti var idi. Gözləri qaranlıqda par-par yanırdı. Məni öldürməsindən qorxurdum. Dişlərini bir-birinə vura-vura, sənin üçün çox darıxmışam deyib boynuma sarıldı. Çiyinlərimi öpürdü. Orada mənə zorla sahib oldu. Özümdən iyrənirdim. Amma əlimdən heç nə gəlmirdi. Gecə boyu otaq-otaq gəzib nəsə axtardı. Səhərə yaxın saat 4 radələrində evdən çıxdı. Biraz sonra azan səsi eşidildi. Anladım ki, buradan qaçmalıyam. Bütün pəncərələri, qapıları yoxladım. Hər yer bağlı idi. Yenidən çöl qapısına gəldim. Bütün gücümlə yükləndim, amma açılmadı. Açmağa çalışarkən qapının dəstəyi də qırılıb əlimdə qaldı. Vəssalam, burada həbs qaldım deyə düşündüm. Qəfil ağlıma qapının bəndlərini qırmaq gəldi. Evdən tapdığım dəmir və taxta parçaları ilə bəndlərə vurmağa başladım. Bir saatlıq əlləşmədən sonra qapını yerindən çıxara bildim. Qaçaraq evdən uzaqlaşdım. Harada olduğumu bilmirdim. Amma ayağımı sürüyə-sürüyə yola çıxdım. Bir təpənin üstünə çatanda gördüm ki, şəhərdən o qədər də uzaq deyilmişəm. Axşam ayağımla zor-bəla şəhərə daxil oldum. Artıq günorta idi. Birbaşa öz evimizə qaçdım. Amma ev bomboş idi. Toz basmışdı hər şeyi. Oradan çıxıb dərhal o mollanın evinə getdim. Orada boş idi. Sanki illərdir orada kimsə yaşamamışdı. Hara gedəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirdim. Birdən anamın bir əmsi yadıma düşdü. O çox təmiz, xeyirxah adam idi. Onlara tərəf qaçdım. Ən yaxın sığınacağım onun evi idi. Gücbəla ilə özümü qapılarına çatdırdım. Əmim məni görəndə əvvəlcə tanımadı. Özümü təqdim edəndə isə gözləri doldu. Qızım, sən aylardır haradasan? Səni axtarmadığımız yer qalmadı. Başına bir iş gəldiyini sanırdıq dedi. Əmi, başıma nələr gəlib, heç özüm də bilmirəm. Anamın, atamın öldüyünü belə cəmi bir neçə saat əvvəl öyrəndim. Son aylar yaddaşımdan tamamilə silinib. Sanki heç yaşamamışam. Əmim məni sakitləşdirdi. Hər şeyi bircə-bircə danışmağımı istədi. Nə görmüşdümsə hamısını anlattım. Mən sənə sahib çıxaram qızım. Qorxma, sən mənim də balamsan dedi. Bu gecəni sağ-salamat başa vuraq, sabah bir çarəsinə baxarıq. Hava qaralmağa başlayanda canıma vəlvələ düşdü. Qaranlıq gəldikcə ruhum sıxılırdı. Əmi, bax bunlar gəlib ikimizə də zərər verəcəklər. Mən gedim. Tək sənə bir şey olmasın dedim. Qorxma qızım, Allaha sığın deyib, əlinə Qurani-Kərim aldı və oxumağa başladı. Axşam azanı çoxdan verilmişdi. Gecə saat 11 olardı. Pəncərənin arxasında adımın səsləndiyini eşitdim. O qorxunc səsi eşidən kimi yuxulu olan əmmə sarıldım. Əmi, gəldilər, buradadırlar dedim. Qorxma, yanıma gəl, mənimlə bərabər dua elə dedi əmim. Bildiyim bir-iki duanı oxumağa çalışırdım. Amma əmim elə dualar oxuyurdu ki, adlarını belə ilk dəfə eşidirdim. Sanki o sözlər ətrafımıza görünməz bir qalxan çəkmişdi. Çöldəki səsin tonu getdikcə dəyişirdi. O yumşaq yalançı mehribanlıq getmişdi, yerinə xırıltılı bir nifrətli səs gəlmişdi.
Əmim səsini uzaldıb daha sürətlə oxumağa başlayanda qəfil bir daş şüşəni parçalayıb içəri düşdü. Daş sönülü televizora dəyib onu partlatdı. Pəncərənin o tayında onun o nursuz sifətini gördüm. Dişlərini qızayıb mənə nifrətlə baxırdı. İçəri ard-arda daşlar yağmağa başlayanda əmimin qolundan tutub pəncərəsiz kiçik bir küncə qısıldıq. Əmim bir an belə dayanmadan dualar oxuyurdu. Bu gecənin heç vaxt bitməyəcəyini düşünürdüm. Çöldən söyüşlər, hədə qorxular kəsilmirdi. Qorxudan tir-tir əssəm də, içimdə anlaşılmaz bir hiss var idi. Sanki kimsə məni çölə onların yanına səsləyirdi. Elə bilirdim ki, əsl yerim məhz oradır. Bilirsiniz, insan bəzən böyük bir günah işləyər və sevdiklərinin danlığından qorxar. Mənim də içimdə elə bir qorxu var idi. Saatlarla davam edən o dəhşətli səs-küydən sonra qəfil sakitlik çökdü. Bir neçə dəqiqə keçmişdi ki, sübh azanı oxunmağa başladı. Əmim dərin bir nəfəs alıb mənə baxdı. Qurtulduq qızım, indi buradan çıxmalıyıq. Səni bir yerə aparacağam dedi. Sadəcə yaxşı deyə bildim. Çarəsiz idim, amma içimdə hələ də bir tərəddüd var idi. Mənə nələr olduğunu özüm də başa düşmürdüm. Biraz toparlanıb evdən çıxdıq. Təxminən bir saatlıq yoldan sonra şəhərin kənarındakı bir qəsəbəyə çatdıq. Əmim gedək Emin əfəndinin yanına dedi. Sən demə o da bir molla imiş. Çox elmli adam olmasına baxmayaraq, mənə baxıb başını bulladı. Mənim gücüm buna çatmaz. Bu qızı ancaq 7 qardaşlar xilas edə bilər dedi. Əmim şoka düşdü. O 7 qardaşı aradan tapım. Heç sağ olub olmadıqlarını da bilmirəm dedi. Emin əfəndi qəti danışdı. Mən sizi apararam. Tək qızımız hüzur tapsın. Gerisi asandır. Onun maşınına minib yola düşdük. 3-4 saatlıq dağ yolundan sonra uca təpələrin qoynunda gizlənən bir kəndə gəldik. Kəndin tən ortasında meydana baxan böyük bir evin önündə dayandıq. Emin əfəndi, bax onların evi budur dedi. Ev 3 mərtəbəli heybətli bir bina idi. Emin əfəndi qapını döydü. Qapını 7-8 yaşlarında bir uşaq açdı və gülümsəyərək keçin, keçin, sizi gözləyirdik dedi. Bizi geniş bir salona dəvət etdilər. İçəridə nə divan, nə də oturacaq var idi. Divar boyu döşəklər düzülmüş, arxasına yastıqlar qoyulmuşdu. Qarşımızda 3 nəfər əyləşmişdi. Onlardan biri sağ tərəfi göstərərək ucadan buyurun əyləşin, yemək yeyəcəyik. Bu da sizin qismətiniz imiş dedi. Podnislərdə buxarı üstündə yeməklər gəldi. Süfrəyə yaxınlaşıb yeməyə başladıq. Saatlar idi ki ac idim. Amma qorxu və gərginlikdən ac olduğum heç ağlıma belə gəlmirdi. Süfrə yığışdırılandan sonra yaşca ən böyükləri bizə tərəf döndü. Allah qonaqları, dərdiniz nədir? Nə üçün bura gəlmisiniz? Emin əfəndi əmmə işarə etdi ki, sən danış. Amma əmmimin bildiyi çox az idi. Ona görə də mənə tərəf döndülər. Qızım, sən uzun anlatsan daha yaxşı olar. Başıma gələn hər şeyi, o yaddaş itkilərimi, rəhmətli nişanlımı, valideynlərimin acı taleyini bir sözlə yaşadıqlarımın hamısını bir-bir danışdım. Danışdıqca o yaşlı adamın qaşları çatıldı. Üzündə ciddi bir ifadə yarandı. Yanındaşlara qalxın dedi. Hamısı ayağa durdu və bizə tərəf dönüb, bizə biraz icazə verin. Öz aramızda məsləhətləşməliyik. Burada gözləyin. Nə ehtiyacınız olsa bildirin, deyib otaqdan çıxdılar. Düz 3 saat gözlədik. Sıxıntıdan az qala yuxuya gedəcəkdim. Amma içimdəki o amansız narahatlıq imkan vermirdi. Nəhayət saatlar sonra otağa tək-tək girməyə başladılar. Tam 7 nəfər idilər. Hamısı uzun krem rəngli cübbə geyinmişdi və bir-birinə o qədər bənzəyirdilər ki, qəribədir. Onlar otağa girən kimi içmə bir rahatlıq, bir güvən hissi doldu. Gəlib dövrə vurub oturdular. Ağsaqqalları sözə başladı. Qızım, sənin vəziyyətin çox qarışıqdır. Sən öz istəyinlə onlarla əlaqə qurmusan. O cinlə öz xoşunla evlənmisən. Ananla atanı isə sənin toy hədiyyən imiş. Yaddaşının silinməsi isə onların sənə yaşatdığı saxta xəyallardan irəli gəlirmiş. Rəhmətlik nişanlına gəlincə, onlar bildirdilər ki, o uşaq səni onların əlindən alacaq. Ona görə də uşağa o qədər vəsvəsə verib ruhunu sıxıblar ki, yazıq dözməyə canına qıyıb. Allah rəhmət eləsin. Səni xilas etməyə qəbul edirik. Amma bizə sənin saçın və qanın lazımdır. Qorxma, cüzi bir şey. Bu nikahı pozmalı və onları səndən bir dəfəlik uzaqlaşdırmalıyıq. Heç tərəddüd etmədən, siz necə məsləhət bilsəniz, mən sizə tabeyəm dedim. Emin əfəndi ilə əmmimi otaqdan çıxardılar. 7 qardaş otağın ortasında böyük bir dairə qurub əyləşdilər. Gəl qızım, mərkəzdə otur, dedilər. Ortalarına keçib əyləşdim. Bax qızım, özünü sərbəst buraxmalısan.
Burada görəcəklərin xoş olmaya bilər. Uzun bir proses olacaq. Nə baş verirsə versin dözməli və huşunu itirməməlisən deyə xəbərdarlıq etdilər. Mən də yaxşı dedim. Həyəcan içində idim. 7 qardaş eyni anda eyni kəlmələr pıçıldamağa başladılar. 15-20 dəqiqə beləcə davam etdi. Sonra birdən mənim o mollanın evində oxuduğum kağızdakı sözləri deməyə başladılar. O qədər çox təkrar etmişdim ki, o sözlər artıq beynimə həkk olunmuşdu. Yanımda duranlar qorxma deyib əllərimdən bərk-bərk tutdular. Arxada duranı isə başımı aşağıya doğru sıxdı. O an içimdə nəsə qəribə bir şeyin hərəkət etdiyini hiss elədim. İçim alt-üst olmuşdu. Qusmaq istəyirdim. Amma sanki boğazımda nəsə ilişib qalmışdı, çıxmırdı. Boğulurdum, nəfəsim kəsilirdi. Ağzım qəribə bir şəkildə sulanır, gözlərim yerindən çıxacaqmış kimi kəlləmə fırlanırdı. Qarşımda duran molla qəfil əlləri ilə qarnıma bərk-bərk bastı. Elə o an hər şey qopdu. Dəhşətli şəkildə qusmağa başladım. İçimdən qara üfunət qoxulu iyrənc bir maye axırdı. Qarşıma qoyduqları o kiçik vedrə tam dolmuşdu. Amma qusduqca sanki canıma bir rahatlıq gəldi. Gözlərim açıldı. Hər şeyi daha aydın görməyə, anlamağa başladım. Molla əlini o iyrənc mayenin içinə batırıb nəsə çıxartdı. Bax, buradadır, dedi. Qat-qat dəri və ət parçaları bir-birinə tikilmişdi. Əlinə aldığı bıçaqla o dəri ipləri kəsib qarşısına sərdi. İçindən toyuq pəncələri və o vaxt mollanın yanında oxuduğum kağız çıxdı. Yanındakı polnisin içinə o ət parçalarını, sümükləri və kağızları yığdı. Nələrsə oxuyub bir kibrit yandırdı və onların üstünə atdı. O ət parçaları sanki canlıymış kimi qıvrılmağa başladı. Acı-acı səslər çıxararaq yanırdı. Bitdi deyə düşünüb ayağa qalxmaq istəyirdim. Birdən çoxlu əl çiynimdən basıb məni yerimə oturtdu. 7 qardaş yenidən oxumağa başladı. Ovucuma yanan şamın qaynar mumunu tökdülər. Ovucularım tam donana qədər buna davam etdilər. Sonra iri bir bizlə o mumun üstünə nələrsə yazdılar. Uzun-uzun sətirlər çizdilər. Yazı bitəndə yenə özümü pis hiss etdim. Yenidən qustum. Bu dəfə içimdən heyvan sümükləri və dəhşətlisi odur ki, insan barmaqları çıxdı. Onu görəndə özümdən iyrəndim. Ürəyim ağzıma gəldi. Onlar oxuduqca mənim canım sanki odda yanırdı. Bir neçə dəfə də belə təmizlənmədən sonra içimdə heç nə qalmadığını hiss elədim. Saçımdan bir tutam kəsib hələ də alovlanan o kiçik atəşə atdılar. Otağı yanıq saçı qoxusu bürüdü. Qarşımdakı molla əlimi bərk-bərk tutdu. Ovucumdakı mum qalıqlarını qoparıb çıxardı və bıçaqla dərin bir kəsik açdı. Canım çox ağrıdı, amma səs çıxarmadım. Əlimi atəşin üstünə gətirdi. Axan qanım alovun üstünə tökülən kimi atəş boğuldu. Qatı qara bir duman çıxdı və hər şey söndü. Polnisin içində sadəcə bir neçə damla qanım qalmışdı. Digər hər şey yox olub getmişdi. 7 qardaş dayanmadan dualar oxumağa davam edirdi. Səsləri otağın divarlarında əks-səda verirdi. Bir müddət sonra yorulmuşdular deyəsən. Altısı susur, biri oxuyurdu. Növbə ilə davam edirdilər. Qarşımdakı molla əlimi yenidən sıxıb yaranı qanatdı. O qanı polnisin hər tərəfinə sürtüb, tərsindən yazılar yazmağa başladı. Uzun bir yazıdan sonra üstünə nə olduğunu bilmədiyim bir maye tökdü. Qan bir anda yoxa çıxdı. Qan itən kimi otağa dərin bir sükut çökdü. 7 qardaş eyni anda ayağa qalxıb, qarşımdakı döşəklərin üstündə əyləşdilər. Ağsaqqalları mənə mehribanlıqla, gəl yanımıza qızım, deyib sağ tərəfdəki döşəyə göstərdi. O an içəri bir neçə gənc qız girib, yerdəki o iyrənc qalıqları, vedrəni yığışdırıb apardılar. Onlar çıxan kimi qapı açıldı. Əmim və Emin əfəndi içəri girdilər. Əmimlə Emin əfəndi içəri girəndə otağa sanki bir hüzur çökdü. 7 qardaşın böyüyü onlara da əyləşin deyə işarə etdi. Hamı sakitləşəndən sonra üzünü mənə tutub sözə başladı. Gözün aydın olsun qızım, səni xilas etdik. Artıq o şər qüvvələr sənə yaxın dura bilməz. İçini rahat saxla. O özünü molla adlandıran alçağın sənə etdiyi bütün tilsimləri pozduq. Cadu pozuldu. O qaranlıq nikah da yox oldu. Hər şey geridə qaldı. Ruhun da bədənin də təmizləndi. Artıq onlar səni heç bir şəkildə görə bilməyəcəklər. Onlardan qorxmağına ehtiyac yoxdur, dedi. Göz yaşları içində ayağa qalxıb, tək-tək hamısının əlini öpdüm. Minnətdarlıqla mənim sizə verəcək heç nəyim yoxdur. Sizin bu yaxşılığınızın əvəzini necə ödəyəcəyim, deyə soruşdum. O nurani qoca gülümsəyərək, bizim üçün edəcəyim bir şey yoxdur qızım. Haqq yolunda olmağın, dualarını əskik etməməyin kifayətdir. Bizi hörmətlə yola saldılar.
Amma əsl çətinlik indi başlayırdı. Artıq anam da, atam da yox idi. Kimim var idi? Hara gedəcəkdim? Nə edəcəkdim? Əmim sanki içimdən keçənləri oxudu. Qızım, əgər istəsən, mənimlə qalarsan. Bax, mən tək tənha yaşayıram. Bir-birimizə kömək olarıq dedi. Sevincimdən az qala ürəyim dayanacaqdı. Yaxşı əmi, canla başla dedim. Aradan cəmi bir həftə keçmişdi. Xəbərlərdə şəhər kənarındakı meşədə böyük bir yanğın çıxdığını eşitdik. Yanğın zamanı meşənin dərinliyində köhnə bir evdə yanıb kül olmuşdu. Evin içində isə bir nəfər yanaraq ölmüşdü. Şəklini görəndə bədənim əsdi. Bu həmin o saxtakar molla idi. Mənə etdikləri ya da başqa birini ahı onu tutmuşdu. Atalar sözü var. Su səhəngi su yolunda sınar. O xəbər illərdir içimdə qalan o qorxu alovuna su sətdi. Əmimlə bir neçə il bərabər yaşadıq. Sonra mənə onun tanıdığı bir ailənin oğlu ilə tanış etdilər. Onun da bir qolu çolaq idi. Amma mən bunu heç dərd eləmədim. Bunların hamısı keçici dünyavi şeylər idi. Biz evləndik və mən indi doğrudan da çox xoşbəxtəm. Tale mənə o qədər qaranlıqdan sonra günəşli bir sabah bəxş etdi. Hekayəmiz bura qədər idi dostlar. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sizləri çox sevirəm. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı və bildirişləri açaraq yeni videolardan xəbərdar olmağı unutmayın. Yeni hekayələrdə görüşəndək. Hələlik.